çərşənbəsi münasibətilə şəkərbura bişirib sizinlə də bölüşmək istədim. Hər zaman olduğu kimi ərzaqları Bravodan əldə etdim. Lakin bu dəfə Şövkət Məmmədova küçəsindəki filialda xüsusi endirimlərin olduğunu eşitdim deyə bura gəldim. Bravonun Instagram izləyiciləri tərəfindən bu filial ayın mağazası seçildiyinə görə xüsusi endirimlər burada daha çoxdur. Ötən çərşənbədə Sumbay düylərindən bişirdiyim aş hamının xoşuna gəldiyinə yenidən aldım. Mart ayı boyunca bu endirimlərdən və artırılmış Bravo klub keşbeklərindən yararlanmağa tələsin. İndi isə keçək şəkərburanın hazırlanmasına. Bu dəfə Bravonun brend məhsulu olan Familia unundan istifadə elədim və nəticəni öz gözlərinizlə görəcəksiniz. Ağappaq və pambıq kimi şəkərburalar alındı. Xəmiri yoğurduqdan sonra biraz gözlədirəm ki, özünü tutsun. Sonra da hər bir 50 qramlıq kündələr hazırlayıram. Yeni aldığım bu alətlə bir hərəkətlə kündələri yayıram. Vaxta qənaət etmiş oluram. Xəmirim o qədər gözəl alındı ki, içliyini rahatlıqla doldurub qıraqlarını bükürəm. Çox da ideal olmasa da elə bilirəm pis alınmadı. Bəzəyini də etdikdən sonra soba listinə yığıram. İğnə ilə 1-2 yerdən deşləklədikdən sonra konveksiya rejimində bişirirəm. Mən Familiadan çox razı qaldım. Sıra sizdədir.